İnfarkt keçirmiş ürəyin müalicəsi mümkündürmü? İnfarkt keçirilmiş ürək o ürəkdir ki, ürəyi qanla tərkiz edən damarlardan biri bağlanır və tutulur. Biz bu damarları stent və açıq ürək əməliyyatı vasitəsilə yenidən aça bilirik. Bu damar açıldıqdan sonra ürəyin qan təchizatı bərpa olunur və həmin regionda funksiyasını itirmiş ürəyin əzələ hüceyrələri tezdən funksiyasını bərpa edir. Bu qısa müddət çəkmir, bu aylar, illər çəkə bilər. Amma dərman müalicəsi və bunun yanında invaziv və ya açıq ürək əməliyyatı ilə infarkt nəticəsində ürək çatışmamazlığına girmiş ürəyin funksiyası əhəmiyyətli dərəcədə bərpa oluna bilər.